Hər birinizi salamlayıram. Bugün biz Python'da dövr sual tiplərinə baxacağıq. Bu videoda xüsusilə də 5 suala baxacağıq. Çünki bu suallar çox əhəmiyyət daşıyır. Gələcək imtahanlarda 2027 və ondan sonraki imtahanlarda düşə bilən, ehtimal oluna bilən suallardır. Sualların məntiqini anlasaz, imtahanda rahat bir şəkildə yaza biləcəksiniz. İndi isə gəlirəm birinci sualdan davam eləməyə, amma videoya keçməmişdən öncə demək istəyirəm ki, əgər videonu bəyənsəz, bəyənib və öz fikirlərinizi yazmağı unutmayasınız. Birinci sualdan başlayaq. Deyir ki, Python'da yazılmış proqramın icrası zamanı daxil edilmiş x ədədinin hansı ən böyük ilkin qiymətində əvvəlcə 3, sonra isə 8 çap olunar. İndi görürəm ki, proqramda x ədədi daxil olunur və L başlanğıc dəyəri 0-dır, M də başlanğıc dəyəri 0-dır. İndi baxıram, burada bir dövr var. Dövr zamanı nə işlər görülübdür? Deyir ki, nə qədər ki x 0-dan böyükdürsə və plus da burada görürəm ki, mən x-in ona bölməsindən alınan qalığı M-ə mənimsədiblər, M-ə və x-in ona bölməsindən alınan tam hissəni də təzədən x-ə mənimsədiblər. Yəni, dolayısıyla bu üçlünü görəndə ağlıma nə gəlir? Ədədin rəqəmlərini almaq gəlir. Yəni, bu ədədin bütün rəqəmlərinin hamısına toxunacaqlar. Bu belə. İndi, heç bir şərtdən asılı olmayaraq burada görürəm ki, elin üzərinə həmişə 1 gəlinir. Yəni, dolayısıyla əgər əvvəlcə 3, sonra 8 çap olunubsa, deməli, elin qiyməti burada sonda 3 imiş, sonra isə M-in qiyməti 8 imiş. Yəni, heç bir şərtdən asılı olmadan elin qiyməti həmişə 1 vayda artırsa, deməli, elin də qiyməti sonda 3 olubsa, deməli, bu ədədin rəqəmlərinin sayı 3 imiş. Hardan bildim? Çünki həmişə 10-a bölürlər. Yəni, ədədi 3 dəfə 10-a tam bölsəm və ədəd bitirsə, yəni 0 olursa artıq, deməli, ədədin rəqəmlərinin sayı 3 imiş. Bu belə. İndi gəldim ikinci nüansa. M-in qiyməti nə imiş? M-in qiyməti də artıq burada təyin olunur. Bu hissə nədir? Gəlin baxaq. Deyir ki, nə qədər ki, əgər bu şərt daxilində, yəni rəqəmlərin hamısına toxunur, əgər mənim bu M-im x-dən kiçikdirsə və eyni zamanda x 2-yə bölməsindən alınan qalıq 0-a bərabərdirsə, onda M-in qiyməti nədir? Bu rəqəmdir. Yəni, x-in ona bölməsindən alınan qalıq, yəni rəqəmdir. Deməli, x mənim ədədimdir. M isə həmin bu rəqəmimdir. Yəni, ədədin rəqəmləridir. Əgər, baxın, bu şərtə baxsaq, M x-dən kiçikdir. Bu şərt bizə nəyə göstərir? Bu göstərir ki, mənim bu rəqəmim və yaxud da ədədim, gəlin ədəd deyək, ədədim bir rəqəmdən böyükdürsə, aydındırmı? Və eyni zamanda, yəni, gəlin bunu təzdən deyim, M nə qədər ki, x-dən kiçikdirsə, yəni bu o deməkdir ki, mənim bu M nə idi? Rəqəm idi. Rəqəmdən x əgər böyükdürsə, tutaq ki, 4-dən böyükdürsə, ondan 7-dən böyükdürsə, 3-dən böyükdürsə, 0-dan böyükdürsə, yəni bu deməyə çalışır ki, əgər nə qədər ki, mənim bu ədədim 2 və yaxud da 3 rəqəmlidir, aydındırmı? Əgər elədirsə, onda neynə? İkinci şərtə də bax, eyni zamanda, çünki and var. Eyni zamanda x-in də 2-yə bölməsindən alınan qalıq 0-a bərabərdir. Yəni, nə deməyə çalışır? Deməyə çalışır ki, mənim bu ədədimin cüt olub olmamağını araşdır. Yəni, mənim bu ədədim cütdürsə, artıq mənim bu m-im nədir? Bu ədədin son rəqəmidir. İndi, bir dəfə ədəddən danışdıq, bir dəfə rəqəmdən danışdıq. Yəni, bu necə olan şeydir? Baxın, dostlar, buradakı əslində ədədin cüt olmağı, onun son rəqəminin cüt olmağı deməkdir. Aydındırmı? Yəni, dolayısıyla deyir ki, mənim bu rəqəmim, son rəqəmim və yaxud da rəqəmim, hədəf rəqəmim cütdürsə, artıq M nə olacaq? Həmin bu cüt rəqəm. Yəni, buna da bir fokuslamanıza gərək yoxdur. Çünki zaten bütün rəqəmlərdən ədəd böyük olur. Bu belə. İndi gəldim mən ədədi düzəltməyə. Bildim ki, mənim ədədim 3 rəqəmlidir. Çünki burada 3 var, elin qiyməti 3-dür. Dövr 3 dəfə davam edibdir. 1, 2, 3. 3 dənə boşluq açıram. Çünki 3 rəqəmdən ibarətdir. Ondan sonra deyirəm ki, M əgər 8-dirsə, o zaman mənim bu rəqəmlərindən, yəni rəqəmim 8-dir. Aydındırmı? Yəni, cüt rəqəmim 8-dir. Başa düşdüyümü. Yəni, dolayısıyla belə fikirləşək. Mən əgər buradan başlayıb analiz eləyirəmsə, bu hissədən başlayıb analiz eləyirəmsə və əgər mən deyirəmsə ki, mənim tutaq ki, buradakı rəqəmi analiz eləyə gəlirəmsə, onda belə fikirləşək ki, mənim bu ədədim nə olmalıdır? Cüt olmalıdır. Yəni, son rəqəmim cüt olmalıdır. İndi gəldim mən nəyə?
M 8'dir. M nə idi? Cüt rəqəmdir. Amma tutaq ki, bura 2 olsa, bura 8 olsa, bura 1 olsa, bu yenə nəticə etibarilə nəyi götürəcək? Nəticə etibarilə 2-ni götürəcək və gələn səfər təzədən bunu yoxlayacaq, 8-i götürəcək. Yəni buradakı 2-nin çox da bir önəmi qalmır. Deməli bu dolayısıyla sonuncu cütü götürür. Aydınmı? Sonuncu cütü götürür. Yəni mən indi buranı silirəm. Bu hissəni sildim. 1, 2, 3'ü çəkdim. Sonuncu cüt ədədimi, cüt rəqəmimi götürür. İndi məndən nə istəyir? Hansı ən böyük ilkin qiymətində əvvəlcə 3, sonra isə 8 çap olunur. Mənim buradan yox, buradakı ədədim 8 olsa daha yaxşı olar. Onda belə çıxır ki, mənim ən böyük ilkin qiyməti üçün, yəni ən böyük ədədim üçün, onda mənim bu ədədim 8 olsun. Yaxşı, 8 olmasın. Mənim 8 niyə olur ki, 9 olsun bəlkə? 9 ola bilər. Çünki ən böyük istirahı məndən. Ona görə bura nə olacaq? 9 olacaq. Çünki məndən ən böyüyünü istəyir. Mən bura 8 yaza bilərdim, amma yazmadım. Niyə? Çünki 9'um var. Onun yerinə bura 8 yazaram. Onu da yazmıram. Niyə? Çünki burada 9 yaza bilirəm. Aydınmı fikrim? Yəni mən ən böyüyünü tapmağa çalışıram. Ən böyük ədəd düzəltməyə çalışıram. Ona görə 9, 9 və burada 8 yazaram ki, əmin qiyməti nə olsun? 8 olsun. Yəni dolayısıyla bu proqram bizdən nə istədi? Ən böyük ədəd düzəltmək istədi. Hansı ki, onun içində cüt rəqəm var və sonuncu bu cüt rəqəm nə olacaq? 8 olacaq. Yəni mən belə deyim gəlin sizə. Mən bura 6 yazıb, bura 8 yazmağımın çox da bir mənası qalmır. Çünki 8'i götürür, sonra isə 6'nı götürür. Yəni M nə olacaq? 6 olacaq. Bu belə. Yəni cavab 998 olacaq. Bu qədər. Maraqlı sual idi. Yəni imtahana düşməsi gözlənilir. Gəldim sual 2-yə. Python'da yazılmış proqramın icrası zamanı daxil edilmiş x ədədinin hansı ən böyük ilkin qiymətində əvvəlcə 2, sonra isə 72 çap olunur. İndi baxıram görüm proqram nə iş görür. Bir ədəd daxil olunur, bu x-dir və a bərabərdir 0, b bərabərdir 1. Burada while dövrü var. While dövrü zamanı x nə qədər ki 0-dan böyükdürsə və eyni zamanda burada nəsə var. Misal üçün, x əgər 0-dan böyükdürsə, bu nə qədər ki ədəd mövcuddur deməkdir. Və plus da burada görürəm ki, x-in ona bölünməsindən alınan qalıq nə edir? Həmişə b-yə vurulur. Və eyni zamanda x-in də ona tam bölünməsindən alınan tam hissə var. Yəni bu dolayısıyla nə edir? Dolayısıyla mənim ədədlərimin rəqəmlərinə baxır. Yəni rəqəmlərini nə edir? B-yə vurur hər dəfəsində. Yəni suala hissə baxıb onu analiz etmək lazımdır. Deməli, nə gördüm mən burada? Gördüm ki, A-nın başlanğıc dəyəri 0-dır, B-nin başlanğıc dəyəri 1-dir. Və bu x nə qədər ki 0-dan böyükdürsə deyir və nə qədər ki böyükdürsə, yəni nə qədər ki ədədim mövcuddursa, varsa ədədim, onda həmin ədədin son rəqəmlərini B-yə vurur və həmin ədədin son rəqəmini silir artıq. Bu belə. Deməli, bu rəqəmləri nə edir? B-yə vurur və heç bir şərtdən asılı olmayaraq A-nın da üzərinə həmişə 1 gəlir. Yəni, dövr neçə dəfə baş verir? A qədər baş verir. Çünki A-nın başlanğıc dəyəri 0-dır. Əgər A 10 olsa 10 dəfə baş verib. 5 olsa 5 dəfə baş verib. Bəs baş verməsə bizi nəyi göstərir? Baş verməsi isə neçə rəqəmli olduğunu göstərir. Yəni, ədədim neçə rəqəmdən ibarətdir? Neçə dəfə ona bölmüşəm? Misal üçün, 3 dəfə ədədi ona böləndə 3 rəqəmli olur. 10 dəfə bölsəm, tam hissəsini götürsəm 10 rəqəmli olur. İndi burada isə A-nın qiyməti əvvəlcə deyir 2, sonra isə 72 çap olunub. Əvvəlcə 2, sonra isə 72 isə əgər, onda A-nın qiyməti 2 imiş və bu da 2 rəqəmli bir ədəd imiş. Artıq mənim ədədimin neçə rəqəmli olduğunu bildim. İndi isə burada məndə B nə idi? B 72-dir. B isə rəqəmlərin hasilidir. Yəni elə 2 rəqəmli ədəd götürməliyəm ki, rəqəmlərin hasili 72 eləsin. Bu isə hansı ədədlərdir? 8, 9 və ya da 9, 8. Başqa bir versiya yoxdur. Məndən də ən böyük qiyməti istəyir. Ən böyük də 98. Doğru cavab 98 olacaq. Amma ən kiçik istəsəydi 89 götürə bilərdik. Bu da maraqlı sual idi. Hətta bunun say sistemlərinə keçidi də var. İndi onu da birazdan sizə göstərəcəm. Gəldik elə 3-cü suala. 3-cü sual say sisteminə keçiddir. 3-cü sualda deyilir ki, Python'da yazılmış proqramın icrası zamanı daxil edilmiş x ədədinin hansı ən kiçik ilkin qiymətində əvvəlcə 3, sonra isə 10 çap olunur. İndi burada görürəm yenə ədəd daxil olunur. A-nın qiyməti 0-dır, B-nin qiyməti isə 1-dir.
Və görəm burada bir dövr var. Amma dövrə keçməmişdən öncə deyim ki, əvvəlcə 3-dür, sonrası 10 çap olunub. Əvvəlcə 3 çap olunub, sonra isə 10 çap olunub. Deməli, A-nın qiyməti nədir? 3-dür. B-nin qiyməti isə sonda 10-dur. İndi A-nın qiyməti başlanğıcda 0 idi, B-nin qiyməti başlanğıcda 1 idi. Əgər mənə deyirsə ki, dövr zamanı ədədim nə qədər ki mövcuddursa və bu ədədimin elə bil ki 8-ə bölməsindən alınan qalığı B-yə vur və heç bir şərtdən asılı olmayaraq A-nın üzərinə 1-i gəl və ən sonunda ədədimi 8-ə tam böl. Sanki bu hissə, baxın dostlar, bu hissə mənə neysə göstərir. Bu hissə mənə 8-lik sayı sisteminə çevrilməyə göstərir. Sanki ədədin 8-ə bölməsindən alınan qalıqları yazıram və tərs ardıcılıqdan düzürəm. Bu mənə 8-lik sayı sistemində olan nə edəcək? Ədədi verəcək. Amma burada tərs ardıcılıqdan düzmür. Birbaşa mənə deyir ki, 8-lik sayı sistemindəki rəqəmləri, yəni qalıqları, yəni rəqəmləri işlət. Aydındırmı? Əla. İndi deməli, A-nın üzərinə həmişə mən nə gəlirəm? 1 gəlirəm. Əgər A-nın qiyməti sonda 3-dürsə, deməli, ədəd 3 dəfə 8-ə bölünüb. Aydındır mı? 3 dəfə 8-ə bölünür. Yəni, dolayısıyla bu 8-lik say sistemində ədəd 3 rəqəmlidir. 8-lik say sistemində ədəd 3 rəqəmlidir. Və B isə 8-ə bölməsindən alınan qalıqları, yəni 8-lik say sistemindəki rəqəmləri artıq B-yə vur deməkdir. Yəni, əgər 8-lik say sistemindəki ədəd rəqəmləri mən B-yə vururamsa və B-nin qiyməti 10-dursa, onda mən elə 3 rəqəm götürməliyəm ki, onların asili 10 eləsin. Bu 1, 2 və 5 ədədlərinin kombinasiyası ola bilər. Və 1, 2, 5 ədədlərini bir-birinə vuranda 10 alınırsa, onda buradakı ən kiçik ilkin qiymət elə 125-in özü eləyər. Amma ən böyük qiymət isə 521 eləyər. Bu 1, 2, 5, 8-lik say sistemində ən kiçik rəqəmdir, ədəddir. Amma mən bunu 10-luq say sistemə çevirməliyəm. Çünki məndən ədədi istəyir. Çünki 8-lik say sistemində çevirirəm axı. Gəlin bunu 8-lik say sistemə çevirək. 0, 1, 2 ilə indeksləsək. 1 vurulsun 8-in kvadratı. 2 vurulsun 8 üstü 1. Üstə gəl 5 vurulsun 8 üstü 0. Buradan 64 üstə gəl 16, üstə gəlinsin 5. Bu da eləyir 85. Buradakı doğru cavab da 85'dir. Yəni buradakı cavabda doğru cavab 85 eləyəcək. Bizdən əsas 10-luq say sistemini çevirməyimizi istədi. Əslində bunu sözlə demədi, kodla göstərir. Çünki biz bir ədədi 8-ə bölə-bölə gediriksə, deməli 10-luq ədədi 8-ə bölə-bölə gedirik. Amma əgər bizdən 8-ə bölünən alınan qalıqları istəyirsə, deməli bu 10-luq say sistemindən 8-lik say sisteminə çevirir və rəqəmlərini istəyir məndən. Deməli 10-luq say sistemindəki ədədi daxil etməyimi istəyir. Ona görə mən bunu 10-luq say sisteminə çevirdim. Yəni doğru cavab olacaq 85. Gəldim 4-cü suala. 4-cü suala nə deyir bizə? Python'da yazılmış algoritm icrası zamanı ekrana 3 ədəd çap olunur. Tamamdır. Görürəm ki, burada A, X və Y çap olunur. İndi deyir ki, əvvəlcə 13, sonra isə 65 çap olunmuşdur. Əvvəlcə 13, sonra isə 65. Bu maraqlı test tapşırıqdır. Və deyir ki, 3-cü çap olunacaq ədəd ən böyük neçə ola bilər? İndi baxaq. Baxaq görə necə yaza bilərik bu sualı. Məndən bunun ən böyük qiymətini istəyir. Görürəm ki, burada X və Y çap olunur, daxil olunur. Və burada bir kiçik sorting baş verib. Bu sorting neyinir? Yəni, əgər Y X-dən böyükdürsə, yəni ikinci ədəd birinci ədəddən böyükdürsə, onda Z adlı bir dəyişənə X-i daxillə və X-ə isə Y-i daxillə. Təzədən Y-ə Z-i daxillə. Yəni, dolayısıyla bu X-ə Y-i, Y-ə də X-i, yəni swap algoritmi yerinə yetirir. Yer dəyişmə. Deməli, artıq Y təsadüfən X-dən böyük olsa, Y X-dən böyük olsa, birdən çaşıb böyük olar. Böyük olarsa, onda avtomatik olaraq böyük olan bu Y X əməlimizə ediləcək. Yəni, artıq hər halükarda bura girəndən çıxana qədər artıq X ən böyük olacaq, Y isə ən kiçik olacaq. Bu belə. Bu getdi. İndi gəldim nəyə? Buradakı hissəyə. Baxın, bu hissə görə nə edir? Deyir ki, artıq A-ya X-i mənimsəd, yəni ən böyüyü mənimsəd. B-yə isə Y, yəni ən kiçiyi mənimsəd. Və bu while hissəsində çox maraqlı bir məqam var. Bu hissəsində hər kəsin bildiyi bir algoritmdir. F-grid algoritmi. Yəni, iki ədədin əbobunun tapılması. Amma iki ədədin əbobunun tapılması üçün deməli,
Mən ən kiçiyi hər dəfə dövrə salmalıyam, ən kiçiyi. Yəni burada dolayısıyla B-ni ən kiçik olaraq nəzərə tutub, yəni Y olaraq, Y bizə nə idi? Ən kiçik idi. B-ni ən kiçik olaraq nəzərə tutub və deyib ki, nə qədər ki bu ən kiçik ədəd sıfırdan böyükdürsə, avtomatik olaraq sən bu ən böyüyü ən kiçiyə, yəni A-nı B-yə böl, alınan qalığı tap və bunu R-ə mənimsət. Gələn səfər mənim bu A ən böyük olan ədədim artıq olacaq mənim bu ən kiçiyim, yəni B. B ən kiçik olacaqsa nə? Ən kiçik olacaq mənim o bayaq aldığım qalıq. Yəni bu hissəni siz araşdırsaz, görəcəksiniz ki, bu əbab hissəni tapır. Yəni ən böyük ortaq bölünəni tapır 2 ədədin. Bu belə. Yəni dolayısıyla bu A ilə B-nin ən böyük ortaq bölünəni tapacaq. Bu qədər. İndi isə gəldim əsas məqama. Tapacaq, amma necə tapacaq? Bu əbabu tapır, amma A-ya mənimsədir. Baxaq bir dənə də B-yə mənimsədilər. Yəni A ilə B ikisi də deyəsən, yox, B yox, çünki B artıq sıfırdan böyükdür. Gələn səfər sıfıra bərabər, yəni sıfıra yaxınlaşanda avtomatik olaraq bu nə edəcək? B-nin qiyməti əbaba bərabər olmayacaq. Təkcə bu A-nın qiymətini əbab mənimsəyəcək. Aydındırmı? A-nın qiyməti nə olacaq? Əbabım olacaq. Dolayısıyla bu deyir ki, print əgər A 13 veribsə mənə, deməli bu 2 ədədinin, yəni X-dən Y-in əbabı nə imiş? 13 imiş. X nədir? 65-dir. Y-in qiymətini istəyir. Yəni dolayısıyla əbab 65 ilə Y-in 13-ə bərabər olduğunu deyir. Və məndən burada Y-in nəyin qiymətini istəyir? Ən böyük qiymətini istəyir. İndi mən nəyə fikir verməliyəm? Fikir verməliyəm ki, bir əvvəlcə onu deyim ki, burada 65 13-ün mislidir, düzdürmü? Bəs neçə mislidir? 13 vurulsun 5, yəni 5 mislidir. Y isə 13-ün qatı olmalıdır ki, bu 13 nə çıxsın, ortaq çıxsın. Ona görə bu da 13K olmalıdır. Tutaq ki, K deyək də. Artıq bu 13'lər mənim əbabım olduğuna görə, buradakı 5 ilə K bir-birinlə qarşılıqlı sadə olmalıdır. İndi gəldim digər məqama. 5 ilə K bir-birinlə qarşılıqlı sadədir, bunu bildik zaten. İndi gəldim digər məqama. Hansı məqamda o? Burada mən bilirdim ki, bu hissədə, gəlin bunu highlight eləyim burada, bu hissə. Bu hissədə məndə artıq ədədlərin yeri dəyişib. Amma necə dəyişmişdi? X-ə ən böyük düşməlidir, Y-ə ən kiçik düşməliydi. Artıq dolayısıyla Y nə olmalıdır? Nə qədər də çabalasa da X-dən kiçik olmalıdır. Yəni 65-dən kiçik olmalıdır bu 13-ün misli. O da hansı mislidir? 13-ün 4 misli olar. Yəni 5 ilə 4 bu halda qarşılıqlı sadədir. 13 vurulsun 4 nə edəcək? O da cavab 52 eləyəcək. Yəni doğru cavab da buradan 52 gəlir. Bu da maraqlı sual idi. Artıq siz 2 dənə burada algoritm bilməlisiniz. Biri swap algoritmi, yəni yerlərin dəyişmə. Digəri isə avtomatik olaraq əbabu tapır. Bunu da siz əzbər şəkildə ən azından bilməlisiniz. Gəldim 5-ci suala və bu videonun son sualıdır. Deyir ki, Python'da yazılmış proqramın icrası zamanı daxil edilmiş 4 rəqəmli natural n ədədinin hansı ən kiçik qiymətində ekrana 4 çap olunur. İndi n bərabərdir int input deyir mənə, ədəd daxil olunmalıdır. A bərabərdir -1, yəqin bunu qəsdli şəkildə qoyublar. Nə qədər ki, n 9-dan böyükdürsə, yəni mənim bu ədədim 9-dan böyükdürsə, 9-dan böyük ədədlər necə ədədlərdir? Rəqəmləri tək olmayan ədədlərdir. Yəni rəqəmlərin sayı tək olmayan ədədlərdir. 2, 3 və ya daha artıq rəqəmləri olan ədədlərdir. Deyir ki, nə qədər ki 9-dan böyükdürsə və eyni zamanda A-nın qiyməti n-in 10-a bölünməsindən alınan qalıqdan fərqlidirsə, onda nə ilə? A-nın 10-a bölünməsindən alınan qalığı, n-in 10-a bölünməsindən alınan qalığı A-ya mənimsət və n bərabərdir n-in 10-a bölünməsindən alınan tam hissə. Ən sonda isə bunu çap edəcək. İndi gəldim əsas məsələyə. Baxın, bu hissə nə edir? Bu hissə deyir ki, davam elə, dövrü davam elə, amma nə zamana qədər? Sonuncu birinci, yəni əvvəlki birinci rəqəm dayanana qədər davam elə. Sanki belə fikirləşin, əgər A-nın qiyməti n-in 10-a bölünməsindən alınan qalığa bərabərdirsə və n-in qiyməti də n-in 10-a bölünməsindən alınan tam hissəyə bərabərdirsə, əvvəlki suallardan da gördüyümüz kimi, baxın, bu hissələr bizdə nəyə hesablayacaq? Ədədin rəqəmlərini hesablayacaq. Rəqəmlərin bəs nəyə mənimsədir? A-ya mənimsədir. Baxın, bu A-ya mənimsədir. İndi gəldim əsas məsələyə. Əgər rəqəmləri A-ya mənimsədirsə, bəs bu hissə nədir? Bu hissə dostlar, baxın belə deyir bizə. Sanki rəqəmi mənimsət. Amma sən ədədi bir dənə də ona böl,
Sanki belə fikirləşin. A, B, C, D ədədim var mənim. Bu D artıq olacaq A, yəni buradakı ədəd. C isə avtomatik olaraq mənim bu ədədim olacaq. Sanki A, B, C, D-ni ona qalıqla bölmüşəm, D-ni mənimsətmişəm A-ya. Artıq buradakı C isə növbəti mənim rəqəbimdir. Yəni deməyə çalışır ki, avtomatik olaraq iki ardıcıl rəqəmi, misal üçün bunlar müqayisə olunur, bunlar müqayisə olunur bu şəkildə. Yəni iki ardıcıl rəqəmi müqayisə elə deməkdir. İndi bu dövr nə zamana kimi davam eləyəcək? Nə zamana kimi davam eləyəcək? Gəlin baxaq. Görürəm ki, mənə deyir ki, iki ardıcıl rəqəm bir-birindən fərqlidirsə və eyni zamanda birinci ədəd qalmalıdır. Yəni ki, belə fikirləşin, sanki ilk rəqəm qalır. Amma sonraki rəqəmlərin hamısı müqayisə olunduğuna gedir. Nəyə görə ilk rəqəmi saxlayır bu proqram? Çünki çox ağıllı şəkildədir. Çünki avtomatik olaraq əgər birinci rəqəmi də məsələyə soxsa, ondan sonra gərək bundan əvvəlki rəqəmi də baxmalıdır. Avtomatik olaraq əvvəlki rəqəmi yoxdur deyə bu error verəcək bizə. Aydınmı? Ona görə də bu şərti qoyur ki, özünü sığortalasın. Yəni bu sual özünü sığortalasın. Ona görə də bu şərt qoyulmalıdır, birinci şərt qoyulmalıdır. İndi gəldim sualı həll eləməyə. Baxın, bu hissə ilə bu hissənin nə olduğunu bildik. Bildik ki, bu dövr, bu ədədlərin elə ki, icrası nə zamana kimi davam eləyəcək? Ardıcıl iki ədəd bir-birinə bərabər olunca davam eləyəcək. Əgər bir-birinə bərabərdirsə, yəni tutaq ki 5-5-dirsə, 7-7-dirsə və s. Avtomatik olaraq iki dənə ardıcıl ədəd varsa, eyni ədəd varsa, onda bu proqram dayanacaq. Və baxaq əsas məsələyə. Deyir ki, print eləsin nəyi? 4-dür. Yəni dolayısıyla deyir ki, avtomatik olaraq sən tutaq ki 2773 belə tapın, düzdürmü? Bununla bunu müqayisə heç bir problem yoxdur. Bununla bunu müqayisə eləyir, problem var. Amma bununla bunu müqayisə eləyəndə avtomatik olaraq mənim ədədim 277 olmur. Mənim ədədim 27 olacaq. Aydındır. Əla. Bu şəkildə olacaq. Və deyir ki, proqram dayanacaq. Dayanandan sonra nə ilə? Ədədin ona bölməsindən alınan qalığı çap elə. Yəni, qalıq olaraq nəyi çap eləyəcək? 7-ni çap eləyəcək. Əgər indi gəldim əsas məsələyə. Əgər bu 7-ni çap eləyirsə, deməli təkrarlanan ədəd nə imiş? 7 imiş. İndi burada çap edilən 4-dürsə, deməli təkrarlanan ədəd nə imiş? 4 imiş. Deməli dolayısıyla bu məndən nə istəyir? Deyir ki, mənim təkrarlanan ədədim nədir? 4-dür. Sən mənə elə ən kiçik 4 rəqəmli ədəd ver ki, onun içində təkrarlanan rəqəmlər nə olsun? 4 olsun. Mən nə deyirəm? Deyirəm ki, problem deyil. Gəlin 4 rəqəmli ədəd istəyirsənsə, birinci ədədimdən 1 götürüm, sonra isə 0 götürüm, sonra isə 4 atım bura, iş bitsin. Aydındırmı? Yəni ən kiçik olsun. Bu şəkildə. Yəni buna uyğun olaraq 1, 4, 4, 0 da ola bilər, nə bilim 1, 4, 4, 0, 7 də ola bilər. Nə istəyirsiniz atın, nə bilim 2 də ola bilər bunun yerinə. Amma ən kiçik olaraq 1, 0, 4, 4 olmalıdır. Bu formada. Bugün işlədiyimiz 4 sualın həlli bu PDF-də, deməli QR kodda yerləşdiriləcək. Gedib oradan izləyə bilərsiniz. Hal-hazırdakı bu videonu izləyirsiniz zaten. Bu formada. Bunun kimi bir neçə sualların izahı da olacaq və onların PDF-ləri də paylaşılacaq. Telegram kanallarında və yaxud da WhatsApp kanallarında. Bu formada, yəni imtahanlara bu şəkildə rahat şəkildə hazırlaşa bilərsiniz. Dərslər üçün, qruplar üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sentyabr ayından başlayacaq sıfırdan qruplarımız üçün hal-hazırda son bir qrup mövcuddur. Digər 2 qrup isə artıq doludur. Ona görə də indidən yerlərinizi tutun və sentyabrdan düz yanvar ayına qədər mövzuları, proqramı tam bitirək. Yanvardan isə artıq deməli, yanvardan isə maya qədər artıq təkrarlarımızı eləyək. Belə, hər birinizə uğurlar arzulayıram. İnşallah növbəti videolarda görüşmək üzrə. Sağ olun.